İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının İranın bütün ölkələrinin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz. Bu barədə Müdafiə Nazirliyinə bildirilib. Məlumata görə texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən 4 ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb. Qeyd olunanları nəzərə alaraq İran İslam Respublikasının Silahlı Qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik deyə açıqlamada qeyd olunub. İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. Bu barədə Baş Qərargah bəyanat yayıb. İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir. Bəyanatda deyilir. Tehran bu hücumun İsrail tərəfindən İranla qonşu müsəlman ölkələr arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib.